Proqram Azərbaycan Tədris Akademiyasının rəhbəri, ABŞ-nin beynəlxalq liderlik proqramının məzunu İlhəmə Novruzovanın təqdimatında keçirilir. Bugün keçirilən təlimdə Muxtar Respublikanın müxtəlif dövlət qurumlarında aparıcı vəzifələrdə çalışan 22 əməkdaş iştirak edib. Təlim çərçivəsində iştirakçılara idarə etmə mexanizmləri, rəhbərin məsuliyyət sahələri, natiqlik və təqdimat bacarıqları, şəxsi effektivliyin artırılması və komanda işində konstruktiv qərar vermə kimi mövzularda bilik və bacarıqlar aşılanır. Təlimin ilk günündə idarə etmə üsulları üzrə interaktiv müzakirələr aparılıb, iştirakçılara real iş təcrübələrinə əsaslanan effektiv liderlik nümunələri təqdim edilib. Sessiyada menecer və lider anlayışları arasındakı fərqlər izah olunub, situativ və sistem idarə etmə texnologiyaları üzrə praktiki tapşırıqlar yerinə yetirilib. İntensiv formatda keçirilən proqram iştirakçıların böyük marağına səbəb olub və rəhbərlik bacarıqlarını daha da inkişafına töhfə vermək məqsədi daşıyır. Size söz veriyorum ki buradakiler sizin için artık çalışmaya başlayacaklar. Engel olmayacaklar. Sizin için çalışan nöronlar var. Beyninizde trilyonlarca nöron var. Bizim için çalışıyorlar veyahut da bizi engelliyorlar, durduruyorlar. Biz bu təlimləri keçirmək üçün dövlət qurumlarına xüsusi məktublarla müraciət elədik və bizim deməli rəhbərlik üçün inkişaf proqramına 100-ə yaxın əməkdaşın qeydiyyatını nəzərə aldıq və biz onları sessiyalı, mərhələli şəkildə təlimlərə dəvət eləyəcəyik. Bu gün burada 30-a yaxın rəhbər şəxs iştirak edirdi və növbəti təlimlərdə, növbəti qruplarda da yenə digər əməkdaşları dəvət edəcəyik. Təlim prosesi çox maraqlı keçdi. Düzdür, bugün ilk gün idi, amma çox şeylər öyrəndik. Düşünürəm ki, qarşıdakı günlərdə daha maraqlı təlimlər bizi gözləyir. Ən azından çalışdığımız idarədə rəhbərlik, liderlik bacarığı necə olmalıdır? Bunların əsası var idi bizdə və bunların gücləndirilməsi, daha da peşəkarlaşması istiqamətində bu təlim düşünürəm ki, hər birimiz üçün önəmli və gərəklidir. İntensiv formatda keçirilən təlim 2 ay davam edəcək. Hafizə Əliyeva xanım, Rüstəmzadə, İlqar Məhərrəmov, NTV Xəbər.